Bir söz vaxtına çəkər, hardasa keçən ilin bugünkü günləri idi, rəfiqələrimlə Xanbulan gölünə getmişdik. Orada hər halda gedənlər bilirlər ki, aşağı düşmək lazım olur və burada bir pilləkən yoxdur. Ağaclardan tuta-tuta düşürsən ya da ki, oradan torpağın özündən pillələr düzəldiblər müəyyən yerə qədər. Orayla düşürsən. Ancaq buna baxmayaraq da gölün yanında kimlərsə gəlib çay içmək üçün masalar hazırlayıblar, stollar qoyublar. Həmin günlərdə də deyəsən əməli başda yağış yağmışdı, palçıq idi da, yəni hər yer palçıq idi. Gölün aşağısında olan masalarda da bir oğlanla bir xanım əyləşib çay sifariş veriblər. Ofisiant da bir hardasa 15-16 yaşlarında bir yeniyetmədir. Çayı gətirəndə ayağı sürüşdü təbii olaraq. Çünki düşməyə bir pilləkən də yoxdur. Torpaq sürüşdü və yıxıldı, çay dağıldı. Kənardan onu təbii ki, kömək edənlər də var idi. Amma bu çayı istəyən oğlan, yəni o da kömək elədi. Amma kömək eləyə-eləyə də alışdığımız üzrə qardaş ayağının altına bax da və diqqət elə düşdüyün yerə. Görürsən ora palçıqdır. Və mənim o an ağlıma bizim böyüdülmə şəklimiz gəldi. Böyüdülmə şəklimiz ümumiyyətlə cəmiyyət olaraq risklərdən, mütləq riskləri nəzərə almaq, risklərdən qaçınmaq ki, bu risk mövzusu başqa bir videonun mövzusudur. Sadəcə o tənqidlər, təhqirlər, insanları aşağılayaraqdan özünü yuxarı hiss eləmə mövzusunda danışıram əslində bu gün. Həmişə biz sanki heç vaxt səhv eləməməliyik, səhvləri mütləq öncədən görməliyik, nəzərə almalıyıq riskləri və həmişə addımımızı bu şəkildə atmalıyıq. Misal var, deyir ki, insan plan qurar, Tanrı baxar, gülər. Doğrudan da həyat yolu da belədir. Sən nə qədər riskləri nəzərə alsan da, nə qədər gedəcəyin yolu, orada atacağın addımları müəyyənləşdirsən də, yolu getməyə başlayanda atılacaq addımların tamam başqa olduğunu görürsən. Çünki həyat belə bir şeydir. Risklərlə doludur, bizə nələr gətirəcəyi bəlli deyil. Sosial şəbəkələrdə en qədər linçlərlə qarşılaşırsınız. Bəzən də o linçləyən insanın profilinə daxil olursan, baxırsan ki, linçləyəcək ən son insan belə olacaq bir profil yoxdur burada. Yəni çox qəribədir. Ən çox da elə özü lincə məruz qalmalı olan insanlar linçləyir. Birdən elə bilərsiniz ki, psixologiyada bunu araşdırmayıblar. Yanılmış olarsınız, çünki bunu da araşdırıblar psixologiyada və belə bir ifadə ilə adlandırırlar. Ədalətli dünya fərziyyəsidir bu əslində. Bir insan əgər ki, bir şəkildə cəzalanıbsa, yəni başına bir şey gəlibsə, cəzalanıbsa yanlış olur. Başına bir şey gəlibsə, deməli o buna layiq idi. Yıxılıbsa, doğru yoldan yeriməyib. Zorakılığa məruz qalıbsa, mütləq açıq-saçıq geyinib və özü insanları özünə cəlb eləyib. İşdən çıxarılıbsa, deməli nəsə səhv edib ya da işini layiqincə yerinə yetirməyib. Ümumiyyətlə bu inanc bizi özümüzü təhlükəsiz hiss elətdirir, bizi özümüzü daha yüksəkdə hiss elətdirir. Odur ki, fikir vermisiniz də, hansısa bir səhvi eləmisiniz ya da nəsə bir risk eləmisiniz, nəsə başınıza bir hadisə gəlib, yıxılmısınızmı, imtahandan mı kəsilmisiniz, işdənmi çıxmısınız, mütləq birisi sizə ağıl verməyə başlayır və bu sizi qıcıqlandırır. Çünki o özünün təcrübə eləmədiyi bir şeydə sizə ağıl verir. Bunlar sənin başına gəlmədiyinə görə mənə ağıl vermək də sənin vəzifən deyil. Deyir, heç kim qınadığını yaşamadan bu dünyadan getməziymiş. Uşaq vaxtı gördüyümüz o yanlış valideynlik nümunələri ki var, ehtiyatlı olmadın deyə belə oldu, ayağının altına baxmalıydın, yaxşı oldu kimi. Böyüyəndə də biz həmişə bunu başqalarına tətbiq edirik. Çox vaxt deyirsən, özümü dəyişmək istəyirəm, daha yaxşı mən olmaq istəyirəm. Məncə insanlar, hər birimiz özümüzün ən yaxşı halımızı yaratmağa birincisi başqalarına o verdiyimiz zərərdən xilas olmaqla başlamalıyıq. Ən birinci də qınaqlardan xilas olmaqla. Bəlkə də ölənin sadəcə rəhmət sözünə ehtiyacı var. Xəstə olanın şəfa diləklərinə. Yıxılanın sadəcə ayağa qaldırılmağa ehtiyacı var. Ya da sən bunların hamısını qoy bir kənara. Bunları deməsən də olar. Bəzən sadəcə susmağı bacarsaq, məncə hər kəsə ən böyük yaxşılıq eləmiş olarıq. Elə özümüzə də.